Herkese salam dostlar. Bu günlərim biz Elçinlə və ya qardaşlarla bir yerdə boyalarla əl izimizi xatirə olaraq saxlayacağıq. Bir dənə rəng bitər, bir dənə yedək. Hansı rəng istəyirsən? Hansı rəng istəyirsən? Mavi. Hadi gör bakalım böyle dur yaxşı. Əlini aç bura boy, mən boyayım. Nice, tamam. Aferin. Yum. Şimdi banyoyum. En böyle aç. Böyle düz aç. Açamadım. Başta geldi bu ne renkti? Mavi. Dostlarımıza göre bu mavi renkti. Bu mavi renkli. Burada Tabii da ki iyi. parça dostlarımıza değil de. Ama burada da iyi. Hı? Burada da iyi. Hazır mısın? Burada da iyi burada. Elədim. Burası büyük kaldı. Şimdi oldu. Şimdi oldu. Hazırsın basmak istedim. Önce bunu. Bas. Bas. Gel. Çok güzel oldu değil mi? Evet. Hadi kameramıza bakalım. Çok güzel. Neyse birini seç. Seç birini. Bir. Anaya vereyim mi? Anne boya. Cehra isteyeceksin ha? Ben önce isteyiş gel. Gel elimizi boyayak aşkım. Tıkı 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 tıkı. Kıdı 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 kıdı. Aa, kıdı 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 kıdı. Vıç vıç. Hop. Uy. 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 Bir. Bir. Hazır mısın? Sevişim. Bir, Bir, iki, iki, üç. Hop. Baş. Bir, iki, üç, dört, beş. Hop. Baş. Vay canına. Git aferin için harika. Sen. Bəzən ən böyük xatirələr ən kiçik əllərlə yaradılır. Bugünkü videoda da uşaqlarımla birlikdə onlar üçün unudulmaz xatirə yaratmağa çalışdım. Əllərinə boya çəkib kağız üzərində izlərini qoydum. Sadə fəaliyyət, amma dərin mənası olan bir an. Düşünürəm ki, onların əl izləri sadəcə rəngli izlər deyil. Bu, onların keçirdiyi anlamlı, sevinclərin, sevginin izləridir. Uşaqlar üçün bu fəaliyyət həm əyləncəli oyun, həm də yaradıcı düşüncəni gücləndirəcək bir məşğuliyyətdir. Biz valideynlər üçün isə gələcəkdə baxıb bu günlər də keçdi deyəcəyimiz, gözlərimizi yaşardacaq bir xəzinədir. Əgər siz də övladlarınızla keyfiyyətli vaxt keçirmək, eyni zamanda onların uşaqlıq anlarını gözəl şəkildə yaddaşlarda saxlamaq istəyirsinizsə, bu ideya tam sizə görədir. Evdə sadə materiallarla sevgi dolu böyük bir an yarada bilərsiniz. Siz də öz körpələriniz üçün onların xatirələrini rəngləndirə bilib gələcəkdə onlara hədiyyə edə bilərsiniz. Əziz izləyicilər, sizlərdən kiçik bir ricam var. Əgər bu cür sadə və mənalı ailə fəaliyyətlərini bəyənirsinizsə, kanalıma abunə olmağı, videonu bəyənməyi və şərh bölməsinə şərh yazmağı unutmayın. Yeni videolarda görüşənədək sağ olun, salamat qalın. Hələlik. Kanala abone olma tuşuna basmayı unutmayın. Bye bye. Dur, bir şey diyeceğim. Yorumlara için buranın numarası yazmayı unutmayın. Bye bye. Yorumlara öz fikirlərinizi yazmağı unutmayın deyir Elçin. Hələlik dostlar, bay bay, gedib əllərimi yuyum.